Iğdıra ilk dəfə də gəldim. Həqiqətən də çox təriflədilər ki, Iğdıra getməlisən. Benim için əslində bu Gökkuşağı təpələrini görən zaman yadıma kanyonlar düşdü ki, bir vaxtlar hər dəfə yay tatillərinə gedərkən bizi kanyonlara deyirlər aparın. Dedim kanyona gitmeye ihtiyaç yok. Hal-hazırda Türkiye'də, Iğdır'da, Tuzluca'da böyle bir kanyonlar var. Ama çok istəyərdim ki, necə ki Çində və digər xarici ölkələrə gedən zaman bu kanyonlara böyük bir turist səfəri olur. Çox istəyərdim ki, həmin o turist axını burada gəlsin. Çünki burada gəlib Türk millətinə, Türk dövlətlərinə məxsus olan bax bu Gökkuşağı adlandırdığınız bu ərazini sırf o qırmızı kanyonlara bənzətdim ki, mənim üçün bura həqiqətən farklı bir yer oldu ki, bu haqda eşitməmişdim, duymamışdım. İlk dəfə idi gördüm, ilk dəfə eşitdim və düşünürəm ki, bundan sonra da mən də sosial media sitələrimdə bunu paylaşacağım ki, hər kəs bilsin ki, Iğdır'da, Tuzluca'da və belə Gökkuşağı adlanan medianın qoyduğu bir ad qoyduğu bir ərazi var ki, burada gələndə demək torpaqla yer və eyni zamanda bu bir-bir dediyimiz bu kanyonlar rəngləri farklı dəyişir. Nə qədər çox yuxarı qalxır, o qədər çox rəng seçimi görür və elə bir ki, təbiət əlinə bir fırça almış və burayı fırçaya boyamış. İstənilən Gökkuşağının rəngi bax burada, bu portretdə var. Əminəm ki, rəssamlar buraya gəlmiş olsa buranın bu gözəl görüntüsünü biz fotoyla, videoyla verə bilməyəcəyik. Bunu yalnız gözlə görmək gərəkdir. Ona görə də hər kəsə tövsiyə edirəm, dəvət edirəm ki, Iğdıra gəlmiş olsanız mütləq və mütləq şəkildə Tuzluca'da bu Gökkuşağı deyilən əraziyə gəlin. Buradakı bax bu günəşlə, ayın artıq gecə ilə günəşin toqquşması anını və təbiətin bax gözəl rənglərini bunu hiss etmək, duymaq lazımdır. Hər kəsin içində olan o hissiyat, o sevgi, o məhəbbət həmin dəqiqə oyanacaq. Çox gözəl bir möhtəşəm yerdir.